Türkiye'de bəzi ünsürlər vardır ki, və 90-cı illərdə mən bunların həm eşitmişəm, həm şahidi. Adam gəlmişdi Türkiyədən dedi ki, bu Azərbaycanın güneyi sizə nə lazımdır? Onda da 30 milyon deyil. Bu 30 milyon nə lazımdır? Elə siz burada bu 6-7 milyonsunuz. Bu petrolu çıxardayın, ondan sonra çıxardın, verin bizə, biz sataq, gəlin Türkiyədə, o durumlarda kef eləyin və filan. İndi baxış, elə baxış var. Elə bir söhbətlər var. Amma bir məsələ vardır ki, bu günləri Azərbaycanın güneyində havadis belə gəlib gedib ki, Azərbaycanın güneyində istiqlaldan, bağımsızlıqdan sonra başqa bir yol yoxdur. Hər şey dənənibdir, hər şey görünübdür və bu Azərbaycanın güneyində məsələsində hər yana xəşləyiblər. Ay demək ki, orada özlərini qorumaq üçün ondan sonra və gəliblər, qırıblar, töküblər, hamısı göz qabağındadır, unudulmayıbdır. Təzə tarixdə bu, eramızdan əvvəl deyil bu. Ona görə, yəni, o İsraillə Tehran rejimin 13 günü savaşında bunlar hamısı Sisan deşiğine girmişler. O 39 günü savaşta o günleri o Abbas Ərakçı, Xarici İşlər Naziri deyirdi, maşın içinde yatırdık ve orada jurnalist deyir ki, bəli, İnqilab Qvardiyasının, İnqilab Keşişçilərin başçıları da o Tehranda o filan yerde elə o tünellerin ondan sonra o adama da hücum ediləcək. Niye yerindeysen o tünelde? O tünellerde gizlenirdi da. Hamısı Sisan deşiğindeydiler, korkmuşdular. Bizim de işimiz bu işleri izlemek, görmek. Niye? Bunlar hiç de bu rejim, bu bugünkü dünənci savaş deyil. Yəni bu İran adlanan yerdə məşrutə hərəkatı vurulandan sonra, məşrutə hərəkatı deyiləndə ondan onun geçmişi, sonraki əhvalatı Azərbaycan vurulubdur. Əsas Türk vurulubdur. Ondan sonra demək ki, irtica ilə mühümaçılıq geri qalmışdıq və demək ki, nədəysə bir faşizmlə əl-ələ işğalçılıq əl-ələ veribdir İran adlanan yerdə. Mallı ilə şahı ayırmaq olmazdı. Hamısı bir-birinəndiler. Xomeyni'ni demək ki, gəlin bala kimi saxlayan kimidir, Məhəmməd Rıza idi. Yox, Məhəmməd Rıza ay belə çox müsəlmandır. Nə müsəlmanlığı? Hansı əxlaqı? Hansı filanı? Ona görə də bunlar əl-ələ İran adlanan yerdə bir dənə işğalçı, bir təcavüzkar millətlərə, insanlığa, demokrasiya, cumhuriyyətçiliyə, parlamentarizmə düşman olan bir rejim. Kimin Mollanın fitvası və demək ki, Pəhləvi sülaləsinin icrası. Və sonra da 2. Dünya Savaşından da elə necə qulaqladılar, Tula kimi Rızanı yapardılar, oğlunu da o cür dedi, amma belə elə. İndi də bu günləri, yaxşı biz oturub işimizi, gücümüzü qutarıb, ay Trump'ın yuxularını demək ki, baxıb deyən nə yuxu görür, nə danışır. 2-2-4 hesab deyil, İran adlanan yerin 47 il öncəki kimin, 47 il bundan öncəki kimin, hamısını istəyir, həpsini istəyir, bütövlüyünü istəyir. Yəni deyir ki, mən bir dənə kolonial bir rejim istəyirəm. Adamı orada qoyur, mənə fərq eləməsə Məhəmməd Rızanı qoyur. Məhəmməd Rızanı ya demək ki, adı nədir? Əhməd Nəcadi. Nə fərq elə? O da cinayətkardır, bu da cinayətkardır. Gəl sən ki, Trumpa deyəcək ki, bu Əhməd Nəcad sonuncu günlərini vurandır, adam yəni deyəcək, şərədən pisləyi ki, eynəyəcək. Hə? Ona görə də fərq eləmir. Gedir də ki, nə deyirsən, bağı ilə mi bağışlı onu? Məclis sədri ilə danışsın, ya o birisilərlə. Amerika buranın hepsini istəyir. Bu da bunu demək ki, illər öncə bütün Azərbaycan birliğində orada Əbülfəz Bəyin başçılığında o zaman da hələ biz danışırdıq. Deyir, buranın hamısını istəyirlər. Bütün örgünü götürür. Nə oldu? Buralarla yatıb yuxuladırıb demirlər ki, Azərbaycanın güneyinin səsini çıxartmayın. Bilir ki, bu Azərbaycanın güneyində dövlət və dövlətçilik uğrunda, bağımsızlıq uğrunda bir mücadilə var. Yarımçılıq qalan o Pişəvərdən öncə və ondan sonra bir dövlət uğrunda savaş vardı. Bu gedir bu savaş. Bu millət unutmayıbdır bu Azərbaycanın güneyində. Unutmayacaq da. Elə demək ki, Xomeyni Məhəmməd Rızadan demək ki, eyni şeydir. O da dar ağacını bərpa elədi. Bu da gəldi. Açıq deyildi. Kazım Şəriət Mədariyyə Xomeyni deyirdi. Dəfələrlə Farsada demişəm onu. Deyir ki, şeyx, ora Azərbaycandır. Və Kazım Şəriət Mədariyyə, o xalq müsəlman hərəkatı filan. O zaman, ora Azərbaycandır. Azərbaycan getsə İran gedər, İran getsə İslam gedər, İslam getsə nə sən qalarsan, nə mən. O da dedi ki, tövbə elədim, qurtardı, təyin sırdı, Xomeyni onu yedi. Yəni, Azərbaycan dörə zarafat deyil. Və getdilər, vurdular, dağıldılar, öldürdülər. Yəni, bunlar hamısı Azərbaycan məsələsində. Bunun liberali, demokrati, nəmay kommunisti, ay bunun dincisi, elə deyil. Hamısı müttəfiqlik oldular. Necə ki, bu günləri 47 il, 40 il bundan qabaq söylədiyimi ki, nə də deyirəm. Dövlət Bağçalıya dedim, ay dövlət Bağçalı. 30 il bundan qabaq Arsalan Türkiyəşə nə söyləmişəm Güney haqqında, onu sənə deyirəm və 4 dəfə də sənə deyəcəm ki, nə də deyirəm. Güney haqqında anlayışınız yoxdur, Güney Türkün haqqında. Nə sənin, nə Türkiyəşin, heç birinizin. Nə Türkiyədə olan heç birinin sürün demək anlayışı yoxdur. Güney Türkü haqqında.
Görmək istəmirsiniz, bu böyük varlığı inkar etmək istəyirsiniz və istəyirsiniz bir yerə çəkəsiniz ki, Güneylini anti-Türk, eyni Sovet dönemindəki kimi. Çəkəsiniz, ay anti-Sovet, anti-sosial belə oyunlar, anti-Türkiyanı belə boş-boş sözlərlə. Və məsələ buradadır, bu günləri bu Azərbaycanın güneyində açıqlar ki, o Amerika gəlirdi, Kürtlərlə qurtarar, həm soxla ora. Ondan sonra dedilər ki, yox, girmə bura, girsən Azərbaycan təhlükə. Sən hansı Azərbaycanla güneydə danışırsan? Azərbaycan qalıbdır. Azərbaycan bu millət əsarət altındadır. Səddam olmasın, ondan sonra başqası olsun, ya filankəz olmasın, filankəz olsun. Hər şey gəlir, fərq eləməsin. Bu günləri belə bombu Təbrizə dağıtırlar, Ərdəbilə də, Biləsuara da, ondan sonra Muğana da, Zeyviyə də, Qərağaca da, hər yana. Netanyahu dağıtır, Trump dağıtır, Səddam dağıtır, hamı. Gələn gəlir, demək ki, tütəyini çalır, işini görür, öldürülən də kimdir? Azərbaycandır. Və bir də şey atılar ortaya, keçim ölmək yonca bitər. Demək ki, biz heç vaxt Azərbaycanda, Azərbaycan Türkiyə olaraq demir ki, ay Quzeydən, ay Türkiyədən qoşun gəlsin, qurtarsın bizi, ya telefonlarda meydanı söhbəti həll eləsin. Heç ya bu söhbət telefonda həll olunmayacaq. Dəfələrlə, yüzlərcə dəfə demişik. Demişiklər, indi bir şey siz söylədiniz, bu durumla, bu halına, bu vəziyyətlə, indi hər də o mənim öz şəxsi problemimdir. Geçən həftə bir televizyonda çıxış eləmişəm. Orada danışanda o dostumuz da deyəcəklər 20 min nəfər demək ki, adı nədir, o birisi bir zatda baxırlar. Gələn həftə dedi 1 milyon 200 nəfər baxıblar. 1 milyon 200 min nəfər. Və nə qədər də çalışsalar da, nə qədər özlərini yerə göyə vursalar da söhbət məndən getmir. Biz bir idanın daşıcısıyıq. O da demək ki, ay kimsəyənəm, yox gələcək, bayaq da siz söylədiniz, yox gələcək aman deyir, Allah İlham Əliyev, dur orada mən oturum. İlham Əliyev deyir, yoxsun, buyur görə oturaq, güncayışı var. Biz de facto Türk'üz, Azerbaycanlı, de yuri. Biz Azerbaycan pasportu taşımırıq. Elə çıxırlar, hər zamanlarda bəzi vaxtlar görürsən belə söhbətlərdə, belə ağzı gözələr danışırlar. Ay məsələn, biz də Azərbaycanda bir Güneylinin bir yerdən səsi çıxır, o da KGB-dir, o da MİT-dir filan deyirsən, ay bala, o Azərbaycanın güneyindən olan insan dövləti yoxdur bu günləri. Bu demək ki, İran adlanan yerdə vırışıb, döyüşüb, mültəci olub, sürgünə gedib, pənahəndə olub. Dərbədər olub deyib, 1000 dənə bədbaxlığı çəkibdir. Daha gəlib gedəcək, ondan bu ortada da bir dənə məmurcığaz tapılır ki, day mənə əl çalından mənəmlə tavusu elləyin. Desən də, sən bir dövlətə məmursan, dövlətin nökərisən da ya. Sən nə istəyirsən, get sən sərhəddi qoruy, get dövlətə qarşı olan casusları da. Nə edirsən bu güneyin canından? Nə verəcəksən axsan? Biraz da bərkə qoyanda deyirsən, yoxsa buyurdu, görə verir, aşı filan kəs bilirsən, mənim əlimdə ixtiyarım yoxdur, gərək edəm gəyişəm mənə də. Onda get otu yerində də, hə? Onda gör o yerində. Yoxsa götürür telefonu eşidə, özüm eşidirəm edir. O filan kəs tapırlar o demək ki, güneydən kimsənin paxıllığını da çəkmirik. Amma o sizin sözləri hamısı düzdür. Gəlib İsrail vurur, yaxşı, mən də güneyli Azərbaycanlılar deyim, qardaşım, hamımız o işin içindəydik. İndi Trump çıxıb deyir ki, orada demək ki, çəkişmə gedir. Trump deyir 50 min nəfər, 42 min nəfər, bu uç qondurmaz deyir, yox, 3700 nəfər. Hamıda çıxıb deyir ki, öz əli vardı, özü imzalayıb öldürüblər də, yəni o qanun belədir orada. Yəni bu uç qondurmaz, rəis, cumhur kimi, biri də çıxır belə də danışırlar ki, deyirsən ki, ay adam, savadın filanın yoxdur, bu haranın rəisi cumhuridir. Bu rejimin rəisi cumhuridir. Milli Təhlükəsizlik Şurasının demək ki, qanunları çıxarılan fərmanı, hökmlər bu imzalamalıdır. Gedin, kəsin, öldürün, benzini bağlat, onu götür, bunu qoy filan, bu eləyir. Və bu da o rejimin bir parçasıdır və hələ demək ki, artı, üstəlik bir də deyir ki, İranın qorumalıydı, İranı. Hələ bəs görmüş kimi İslam dövlətini qoruyurdu ki, İranı qoruyaq, İran əldən gedir. Bizdə nə var gedir, dədəmin ayağının altına çıxmış gedir. Bu sənin İranın bizə neyi nədir? Sənə demək ki, indi bu irticacılıqla, bu mühümmatçılıqla səni tutublar qulağından gətirib burada yalandan bir quş qondurmaz eləyiblər prezident. Küllü bu Azərbaycan millətinə, bu Türkə nə olubdur? Türk dünyasının demək ki, bədbaxlığına çeviriblər buranı. Ona görə bu günləri, yaxşı, ağa itiram. Deyəndə də deyir, aman dedi, bir düşərgə deyir, aman deyir, qaralarsan ağzın əli. Nə qararırsan, nə ağzın əli? Ağa itiram. Guantanamo boşdur. Eşitmişəm ki, Elkatrazı da təzədən bərpa edirsən, təmir edirsən. Demək ki, Əbu Qurayb da boşdur. Çoxlu gizli zindanlarda çoxdur. Neçə nəfərdilər bunlar? 200 ildir bu bölgədə şah adı ilə, şeyx adı ilə, molla adı ilə, paslar adı ilə adam öldürməkdə usta olublar, cinayətkar. Yaxşı, 500 nəfərin yığa var da, Madurodan çox az cinayətkardılar bunlar. Necə Maduro deyirsəni, gecə ilə tükü qatıqdan çəkdim, qatıqdan çəkdim. Silahını hamısı yalan deyirsiniz. Gücünüz də var, yerləri nə bilirsiniz, İsrail də hamısını bilir.
Qucaq-qucaq kağızları gətirir, oturğunuz abadın sənədləri kimi Trumpa təhvil verir. Netanyahu deyir, apardım, verdim, hardadılar, harda yatırlar. Ondan sonra, ay, Çolanku hardadır, filankəs hardadır. Demək ki, Talıqanda harda düzəldirlər, nə eləyirlər? Bunlar da söz boğuşdururlar, söz boğuşdururlar. Ona görə də bu günləri nə Trump, Allahın özü göydən yerə gələ, bu İran adlanan yerdə heç saat çözülməyəcək, 100 il içində də çözülmədi. Məhəmməd Rızanı bəzədiniz, qoydunuz ortaya, ay Amerikanın gözünün işığıdır. Axırda qoydunuz, qaçdınız. Heç kəs demək ki, nə deyirsən, qaşıma tutan iç kimi neçə qapıdan da qoymadınız. Dediniz, yox, xəstəlik gətirir Amerikaya, qoymun, aman, qoymun. Dedilər, 40 milyar dolar pul gətirmişəm, canı 10 pulu dedilər, pulu verməli ki, şurdalizam. Verdilər o Martorikosun əlinə. Ona görə bu günləri bu İran adlanan yer, demək ki, ölüb, pasportu əldə qalıb təhsə. Partlayıbdır, itin yiyəsi bəlli deyil. Hamısı da bir-birini yeməyə hazır. Hələ indi o mallacıqazdaydın, Cəzairi hansı zəhrimardı çıxıb, gəlin Tehrana, yığılan demək ki, təzədən sünnət doyutdağın hamıya. Və demək biri də deyir ki, o qadınlar, o əbru şeytanılar, o demək ki, Los Angeles adlarından da çox düz buyurdunuz, Amerikada o cür deyirlər. Çaldınız sokaqlara yarım saat o da əlan indi də. Yarım saatda o çadırlarda demək ki, yəni siğə eləyirsin, öz canları, öz xeyirləri, özləri bilər, bizə daxili yox. Amma məsələ biz Türk olaraq, Azərbaycanlı olaraq nə qədər inkar etsələr də, nə qədər örtbaslıq etsələr də, bu məsələnin böyük parçası bizik, Azərbaycandır. Və demək ki, bunun sabahında bunlar istəyirlər, demək ki, ona elə al gülüm, ver gülüm eləyərlər. Ondan sonra hamıya da Trump da hamıya belə, yaxşı oğlan deyir. Mən danışıram, mən yaxşı oğlanlarla danışıram. Sən kimin yerinə danışırsan? Sən bu 30 milyon, 40 milyon, 50 milyon Azərbaycanlı yerinə sən danışırsan. Hardan bilirsən sən? Sən hardan bilirsən? Ya demək ki, o Sykes-Piconun oyununu hələ də davam etdirmək istəyirsiniz. Ya istəyirsiniz yenidən demək ki, bir dənə anti-imperialist, anti-Amerika savaşı. Yox, Azərbaycan buna gedən deyil, ehtiyacı da yoxdur. Dolayısı yolla çalışırdı, zibində olmuş olsun, Azərbaycanlıları bir türlü o Qəzlə məsələsinə, demək ki, dostları ilə də soğasırdı. Eləyə bilmədiniz. Azərbaycanın bir dənə büyünləri ümidgah, yəni bir dövlət kimi, bir millət kimi Azərbaycanın quzeydi. Onu da 1000 yerdən dost əli ilə, düşman əli ilə filanla 1000 yerdən onu da demək ki, başına nə oyunlar gətirirsiniz, hamı da bilir. O oyunlar ki, Rusiya, bu Putin gəldi, yedi işli Azərbaycanda gecə ilə prezidentin evində, sabah durdu, yedi vurdu, uçağı saldı. Sonra Azərbaycana qarşı oyunlar çıxartdılar. Və demək ki, elə demək ki, deyirlər, bu berniyamızdır da filan deydilər, o dumanlarda zaten açıq danışırlar, indi danışırlar. Məsələ buradadır ki, bu günləri İran adlanan yerdə partlayışa doğru gedir bu. Həməşə bunu demiş, elə bu tribundan da partlayışa doğru gedir. Mən hansı möcüzə demirəm, hansı kitabın ortasından nəm çıxart demir. Gedir bunu, güclə saxlayırsın. Dövlət var İran adlanan yerdə. Dövlət var, harda diyor? Harda diyor, demək ki, yaşından çox, demək bu pezeşkiya, bu quş qondurmaz istefa verir. Özdə deyir ki, getdi bağı ilə danışdım, amma onun səsini oxşaydı. Və sən bir adamı ki, görməyibsən filan, nədən tanıdın bunun səsi? Deyib, pərdənin dalında oturmuşdu. Bəlkə başını olsa, deyib, pərdənin dalında otura, üzün görələr. Ona görə də, ay demək ki, bunlar demək, o İmam Zaman oyununu təzələndirlər. Qeybidə də hələ zuhur edəcək, çıxardacaq, yox, nəm nə eləyəcək, nəm nə. Ölüb millətimizə nə, diridir bizə nə. Demək ki, hansı əsrdə yaşayır. Nə olsun, Amerikada gəlişmək, ondan sonra çağdaşlıq ki, bizim şuarımızdır. Çağdaşlıq, aydınlıq, parlament, cumhuriyyət, dövləti, hər şey açıq, şəffaflıq. Sonrasına gətirəsiz İran adlanan yerdə. Dolayısı yolla, indi çıxasız deyəsiniz ki, Trump da dəfələrlə deyib, bir dənə kəlmə deyəcək ki, nə dalında deyil. Hə, o müştəba da filan, özün deyilsən, bu əxlaq xərab, dəmcəniz, bazı filanı filan. Sən gec gəlibsən. Nə deyirsə, CIA sənə gec xəbər verib. Çoxdan diyor, o demək ki, o Quran oxuyandan ki, uşaqlara təciz etmişdi, öz məhkəmələrində də məhkum oldu. Bu müştəba ilə o zaman çıxır ki, nə kef elə ediyor ki, o vaxtlar. Hə? Hamı da bildi İran adlanan yerdə. Bu millətdə, o küçəbazada olan millət də hətta bilirlər. Amma bura nədir? İran adlanan yer, necə ki o Sovet İttifaqı millətlərin qəbristanlığına çevrilib bura. Millətlər də qurtarmaq istəyir buradan. Amma bu gedən bu proseslərdə, özəlliklə bu 2 ilin içində hər cür olmuş olsa istəyirsiniz ki, Azərbaycanı bütün oyunlardan kənarda saxlayasınız. Və demək ki, Azərbaycandan da biri də adamları çəkəsiniz oraya ki, desadövə, bu da sizin də adamınız elə bur deyil da. Necə ki, çəkib aparırlar, orada, burada göstərirlər, özləri də ələ salırlar. Demək ki, mən bunun örnəklərini çox görmüşəm. Amma məsələ buradadır ki, bura təhcə Amerikanın əli ilə, İsrailin əli ilə, bunlar demək ki, filan olmasaydı, bu da dövdü. Amma bura demək ki, xoruz olmasaydı, səhər açılmayacaqdı. Burada bu millətlər isarətdədir, işgəncə altındadır, zülüm altındadır. Əgər deyirsinizsə, bu demək ki, bu quş qondurmaz, bu Ağay Məsud Heydər babası,
Heydər babası prezidentdirsə, gəlibdirsə və bu İran adamdan yerlə gedirsiniz Türk dövlətlərlə, ay Türk dünyası, çəkilin İranı da aparırlar ora. Ha İranı da aparırlar ora, arası ilə də bu Seyid Məsud da oturacaq orada, Türk dövlətlərinin başçısı da deyəcək, yoxsa çıxardın da, xubzu zəkatı uzalıb çünki ondan sonra hansı illərdən də verməyib, arası bunların hesabını elə görək da nəzirdir, namazları da dalıb ki, filan edək. Ya da demək, hərəsinə də bir dənə, nədir o, Hacı Şeyh Əbülqasım Firdovsun da şahnaməsi verir, bunlar da oxusunlar. Aparırlar Türk'ü. Azərbaycanları belə gülün-gülüz nəğmələr deyilir. Amma məsələ buradadır. Azərbaycanın güneyi, demək ki, bu günləri sən Azərbaycanın güneyində bizim soydaşlarımızı bilərək də eləyirsiniz. Niyə öldürmüşsünüz? Ona görə ki, müttəfiqlik olsunuz, Azərbaycanda qan döyürsünüz, dalı nə gələcək? Radikallaşacaq və tam radikallaşacaq. Bir yandan zindanlara basırsınız. Pezeşyan, sənin gözün görmür. Qulağın eşitmir. Sən o türkü danışıqlarına deyirsiniz ki, filan əllərlə Türkiyədə və Azərbaycanda bəzi adamlarla danışığına deyirsiniz, bu güneydəki bu istiqlalçıların qarşısını alın. Yalan deyirəm, lənətullah ələl kazbeyn. Hamısı deyirsən sən. Sən bir cinayətkarsan ki, bu 47 ilsində sən bu rejimin o demək ki, o rəhdlarındansan, əlaltılarındansan, bu yollarda hamısı gedibsən. Hamısı səni boşuna, ora səni çıxartmadılar. Əgər rəisi demək ki, 40 yaşı açıq əli qanunu idi, sən ondan əski deyirsən. Niyə bu günləri biri də özünü ölülücə vurublar? Özü də bu Azərbaycanın quzeyində, Türkiyədə, aynen CNN jurnalisti, ay filan, gəz filan. Deyirsən, siz deyəsən bu İran adlanan yerin qanunlarını heç bilmirsiniz siz. Kimsə nə işi görər, nə işi görə bilir, nə işi edir. Elə deyirsə, eləyiblər nə olsun ki? Necə nə olsun? Sabahları pərdələr düşəndə onda məsuliyyəti götürəcəksinizmi? Onda deyəcəksiniz, nələr var, bir şey gör, nələr var. Necə ki, indi bizlər, mən təhət öyrəm, yüz minlərcə bu İran adlanan yerdən insanlar, çeşidli millətlərdən vardı. Cinayətə məruz qalmışlar. Demək, yalancı süni edamlar, işgəncələr, bu günün söhbəti deyir. Təzə elə, nə deyirsə, İran adlanan yerdə günəş ilə 67-ci ildən söhbət deyil. Xumeyni də mən demədim. Xumeyni dedi, ələkən ayə qetal bəxani. Çocuğu, qızı, uşağı nə qədər qıracaqdılar? Qırdılar da, indiyə şimdi qırırlar da, qıracaqlar. Amma Azərbaycan məsələsində sahib cavab ver. Bunu heç kəs yapışdıra bilməyəcək. Bu son indi az qalır 2 il olada Trump gəlib. Hansı demək ki, məsələ tutdu? Hansı ne? Hansı danışığınız bir yerə çatdı? Kim məsuliyyəti götürdü və demək ki, o məsuliyyətin arxasında bir sözünün arxasında bir gücü filanı var idi. Haradaydı? Bir təyyarə adam yığdılar, gətirdilər. Öz hamısı da bir-birinə itilən pişikmir. Götürdülər, gətirdilər Pakistan. Axı o Pakistandakı, o Pakistan dövlətinin başında duranlar özlərinin axı şəriflər, qardaşlığın özləri Pakistanda dünənə ki, biz zindan, qaçaq filan filan. Gəlirlər demək ki, daha gəlmişik biz Stülübə demək ki, deyə barışdırıcı rol oynayaq. Ya Qatar gəlib barışır. Bir yandan Qatarı qurur, bir yandan da bunlar da amandır Trump. Trump da yıxır onların boynuna ki, məndən xahiş elədilər. Amerika dövləti, sırtdan dövlətlərdən, görfəzlər söz eşidir. Hardan çıxardıbsınız bunu? Uşaq aldadırsınız. İran adlanan yerdə hər şey batıb bitməkdədir. Amma istəyirsiniz başqa cür demək ki, düzüb qoşasınız. Amma Azərbaycanın güneyində başqa millətlərin, o ərəbidir, əcəmidir, hər şey. Ya o haranın demokratı, özləri bilər. Amma biz Türk olaraq sizdən çox bunları tanıyırıq. Ay sabahları gələcəklər, demokrasi verəcək. Kim? Hardadır? Hardan eşidibsiz? Kim sizə deyibdir? Xalq mücahidi, İrancı kommunistlər, ondan ay şahçısı, ansin ay nəmli liberalları, harda? Ay Rusiyada vardı mı ki, burada da olan? İran adına harda? Bunlar Azərbaycan adı gələndə, Türk adı gələndə müzəyləyib dana kimi qaçırlar. Bunlar hamısı. Çünki bunları demək ki, bu cür bunların xarakteri, mahiyyəti bu cür yoğurlanıbdır. Biz bunları tanıyırıq. Bunların qələmi, qədəmi, ağlı, şuuru, hamısı bu cürdür. Bir dənə baxın İran adlanan yerdə bütün mətbuatlarına. Adam işgəncə də olsa yine çıxır, deyir ki, soy İran'da var, o şey tənəmənə var. Özlə yaxalar uzadın Hacı Şeyh Əbülqasım Firdovsunun saqqalına. Özlərindən çıxardılar. Ona görə də bu günlərdə onlar onun uğrunda dava aparır. Biz də Türklükümüzün uğrunda, böyük Türkün, bütün Azərbaycanın güclü. Yoxsa demək ki, bugün bizim bir dənə dövlət var, bizim dövlətdir. Əlimizdən də nə gəlib eləmişik, təmənna, əlimizdən o gəlirdi, başqa nə edəcəkdik? Eləmişik. Amma bu günləri sonuncu payızdakı o yarpaq kimi məndən də pis demək bu xəstəliklərdən elə əsasmən amandı Rus gələr, amandı Erməni cayar, amandı Paşinyan bir sözünü dəyişdi, amandı Trump oradan belə deyər, amandı Tehran rivayət edəvay Bakıdaşı dinçilər filanlar desən deyən görə ki, dövlətin demək ki, gücü bu günlərdə bizim də, Məhəmməd Əmin bəy Rəsulzadə də, Əbülvəz Elçibəy də, bu Heydər Əliyevdə Güney Təbriz şəhərində ağlayırdı. Deyirlər, biz güclü olmasaq, bütövləşməsək, elə zıqqılı zırtdan qalsaq, başımız min dənə bəla çəkəcək. Erməni bir yandan səndən sülh sazı imzalayır, o yandan silahlarını alır. O yandan gedir demək Xaməneyinin toprağa verilməsində də iştirak edir orada da filan da.